Her dəfə dediyim kimi, bugün Abdullahımızın mövlududur. Halide bacı, sənə, Əhməd qardaşıma, oğulca səbr arz olayıram. Şəhidin adını tutub, bütün şəhidlərə ehtiramən bura gələn hər kəsə öz təşəkkürümü bildirirəm. Başda bu qara paltar geyinmiş əzəmətli analar. Ən birinci Rəbbimdən sizə səbr arz olayıram. Çətindir, ağırdır. Mən hər dəfə mənə mikrofon veriləndə evin yeganə oğlanlarını xatırlatmadan keçmirəm. Sumqayıtda dediyim kimi 6-7'dir məncə, 7 şəhidimiz. Abdullah, Rüfət balam, Sabir, Bəxtiyar, Fərhad balam, anası rəhmətə gedən Ruslan balam. Bunlar evin yeganə oğludur. Düzdür, hər ana bütün arzusunu, diləyini, sevincini bu şəhidlər xiyabandakı məzarlıqda dəfn elədi. Amma yenə bizim yanımızda bir evladımız var. Şükür etməyə bir evladımız var. Amma bu analar evlərinin çırağı sönmüş analardır. Bütün arzuları, bütün sevgiləri, bütün ümidləri bu şəhidlər xiyabanında, o uşaqların məzarında dəfn olunur. Mən hər kəsdən bir xahişim var, ən azından o şəhidlər xiyabanına gedəndə uşaqlarınıza tapşırın ki, ən azından o səkindən geçsin. Şəhidlər məzarını tam da yanından keçməsin. İstər-istəməz insana ağır gəlir o səhnə. Deyiləcək çox söz var, hər bizə səbir diləyirəm. Afət bacım, Valide bacım, Mehbarə bacım, Yeganə bacı, Taciyə bacı. Hər birinizə səbir diləyirəm. Vallahi indi Mehbarə bacının acığı tutmasın. Bir söz demək istəyirəm. Mən şəhidlər xiyabanda o mərzələrini izləyəndə mənə çox pis təsir edir. İnsanın evladına sevgisi yarım qalanda onu nəyəsə vermək istəyir. Mehbarə bacı hər dəfə şəhidlər xiyabanda orada bir şey görəndə, bir heyvan görəndə baxırsan ki, o qədər sevgi ilə yarım qalan sevgisini kiməsə bəxş etmək üçün İnsana o səhnələr pis, yəni ağır gəlir. Yəni bunları heç vaxt unutmayın. Bu evin tək şəhid analarını, atalarını unutmayın. Ən azından gedin, ziyarət edin. Biz sizdən heç nə istəmirik. Sadəcə mənəvi dəstək istəyirik. Və sözümü şeirlə müsaadənizlə tamamlayacağım. Beni dərdə salıb gedən ay oğul Dərdim o qədər doğmalaşıb ki, dərdim özün qədər doğmadır. Oğul, dünya etibarsız dünyadır. Oğul, sən qalxa bilsəydin bu son yataqdan, mən sənin yerinə inərəm. Oğul, belə yatışını görməmək üçün inan, gülə-gülə ölərəm oğul. Ölsəydi balası Əzrailin da, bilərdi nə çəkir zavallı bəndə. Tanrının qələmi olsaydı məndə, ömrümün qalanını sənə verərəm. İnan, oğul, gülə-gülə ölərəm. Üzün yansın sənin, ay qara torpaq, balamı sinəndə eylədin hədər. Qoynuna aldığın oğluma yaxşı bax. Mən sənin qoynuna gələnə qədər, balamı qoynuma alana qədər. Bu qırmızı kəcavədə gələn oğlana yol verin. Vətən nədir, vətəndir, ölən oğlana yol verin. Ta sağalmaz yaraları, hasarı, anam hasarı. Yıxılıb könlüm hasarı, qalam oğlana yol verin. Yurdum, yurttaşım oğlana, dostum, sirdaşım oğlana, atam, qardaşım oğlana, balam oğlana yol verin. Atam, qardaşım oğlana, balam oğlana yol verin.